38 min baxış toplayan Moskva-Azərbaycan qiymət müqayisəsi videosundan sonra bu mövzuya yenidən qayıtmaq istədim. Çünki rəylərinizdən gördüm ki, bu mövzu sizə həqiqətən də maraqlıdır. Paketə fikir verməyin, Kalyeskada artıq paket olduğuna görə mağazadan paket almadıq. Keçən videoda yağlarla bağlı çox tənqid gəlmişdi. Bildirmək istəyirəm ki, o yağları ilk və son dəfə aldıq. Sadəcə yoxlamaq üçün almışdım və ümumiyyətlə bəyənmədim. Bir də qeyd etmək istəyirəm ki, keçən dəfə alış-verişi Maqnit mağazasından, bu dəfə isə Pitoçkadan etdik. Yəni qiymətlərdə çox fərq olmasının səbəbi də mağazanın qiymətlərindəki fərqdir. İndidən mən vurğulayım, siz deməmiş şokoladları az götürmüşəm, çünki çox da şokolad istifadə eləmirik. Bəzilərini isə ilk dəfə alırdım. Hətta bəzi məhsulları çəkməyə çatdırmadım, uşaqlar artıq yemişdi. Ümumilikdə çalışdım ki, bu dəfə daha real və gündəlik alış-veriş göstərim. Bu qədər məhsula 55 manat pul ödədim. Düşünürəm qiymətlər bu dəfə demək olar Azərbaycanla eyni oldu. Bəs siz nə düşünürsünüz? Fikirlərinizi rəylərdə yazmağı unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm.